plus 3. Bu nəyi verir mənə? 9-u. 9-da çöldəki 1. Bunu nəyə vururuq? 4 dənəyə, düzdür? 3-ə. Buradan da 4 tapın. Bu ədədlərdən kiçik olan hansıydı? Bu idi. 5'te. 10 olmayacaq da. Bu da hansı variant olur? D var. Hesablamaya xoşum gəlmir. Nə qədərdir? 81. O qədər da danışmayacağım. Deməli, qüvvətin 3-cü sual. Təbii ki, kvadratlar fərqidir. Amma kvadratlar fərqində nəyəsə, hansısa düstura oxşayanda ondan sonra davam eləyəcəksiniz. Bu A-nı içəri atıram. Nə ilə? Kubla. A kubu. Mənfi B bölü A idi. X1 vurursun X2 nə idi? S bölü son A idi. Maksimum bu son zamanlar belə tiplər çox düşür. Deməli, indi T nəyə demişik biz? 3-6x minus 2. Deməli, yəni bunu nəyə vuracaqsınız? 4-ə vura-vura. 2-9. Anladıq? Sana. Yəni 364 dəfə nə edir? Azalır. Deməli, əsas birdən balaca olanda isə bunu azalan funksiya deyəcəyik. Hesablama əməliyyatı apara bilməyəndə, yəni ya məxrəc 0 olanda, ya qeyri kim deyər? X-lərin X'in olduğu bir anladıq? Mən olsam üstü 0-a baxmayacağım. İyə bax. Dəyərim olmadı. Qalanları sanki bir düz sıradadır və bu düz elə ehtimalda tapıram. Mənim orada 5-5'i bir dəfə